Maaş mövzusu çox maraqlıdır. Berlində tək yaşamaq üçün nə qədər qazanmaq lazımdır? Axıra kimi izləyin. Hər şeyi hesablayıb sualı cavablandıracağıq. 2400 avro, 2700 avro, 3000 avro. Sizcə bu proqramçı maaşlarıdır? Yox. Bu 2023-2024-cü illərdə mağazada işləyən kassirin maaşıdır. Təəccüblənməyin, bura Almaniyadır. Hansı sahələrdə maaşlar daha üstündür? Banklarda, sığortalarda işləyən işçilər orta olaraq illik 53.000 avro qazanırlar. Bu isə 4400 avro təşkil edir. Məktəb və universitet müəllimlərinin maaşı 35-45 min avro civarındadır. Bu isə aylıq 2900 və 3700 avro arasında olan məbləğ təşkil edir. IT sahəsində maaşlar 45 mindən başlayıb 120 min, hətta hərdən 160 minə kimi fərqlənir. Bu 3700 və 13000 avro civarında dəyişən gəlirdir hər ay. Amma dayanın, axı burada vergi ən azı 30% təşkil edir. Bu isə o deməkdir ki, 2400 qazanan kassir ən yaxşı halda təmiz 1800 avro pul qazanır. Bəli, Almaniyada maaş həmişə gross sayılır və gross maaşınız artdıqca vergi faizi də artır. Beləliklə, siz IT sahəsində çox yüksək bir maaşa, 160 min avroya sahibsinizsə, ayda 8700 avro alacaqsınız. Yəni 4300 avro hər ay vergi, sosial müdafiə fondu və tibbi sığortaya verəcəksiniz. Video xoşunuza gəlibsə, like qoyun və kanalıma abunə olun. Görüşənədək.